Aprelin 21-dən aprelin 28-nə doğru həftəlik bürclər, dolça, əkizlər və tərəzi bürclərinin nələri gözləyir? Birinci başlayaq dolçalardan. Dolçalar, bu həftə siz tam güclü olacaqsınız. Yəni çoxdan da istədiyiniz güc, sağlamlıq olaraq, maddiyyat olaraq, düşüncə olaraq, hərəkət olaraq nə gücü aktivləşdirmək istəyirsinizsə, onu tam bacara biləcəksiniz. Və bu həftə qəribə bir nüans var ki, bu dolçalar söz olaraq, danışıq olaraq manipulyasiya edici bir qüvvənizi aktivləşdirəcəksiniz. Yəni bilirsiniz nə deməkdir? Manipulyasiya edici qüvvənizin aktivləşməsi sözlərlə insanları bişirmək, sözlərlə insanlara təsir almaq qüvvənizi bu həftə çox aktiv bir formada aparacaqsınız. İnsanlarla sosiallığınızı bu həftə çox ardacaqsınız. Düşdüyünüz mühitdə, işdə, harda olur olsun, öz söz haqqınız, öz danışığınız, öz baxışlarınız, önə çəkilməyiniz, sizə göndərilən məsuliyyətlər, sizi önə çəkmələri, sizi uğurlu görmələri mükəmməl və pozitivdir. Yəni uğurlu bir həftədə olacaqsınız. Sadəcə məni narahat edən bir məqam, dolçalar ən böyük problem keçmişin gələcəyə doğru axınıdır. Keçmişdə münasibət yaşadığınız, keçmişdə kimləsə əlaqəniz varsa, keçmişdə kimləsə nə aktivliyiniz yarımçıq qalıbsa, bu həftə onu qaytarmayın. Yəni keçmişin qapısını bu həftə bağlamağı daha çox məsləhət görürəm. Çünki bu həftə tam gücün aktivsiz, öndəsiz, seçilirsiniz, sevilirsiniz və keçmişdən lazımsız bir insan sizin enerjinizi geriyə çəkəcək, sizi zəiflədəcək və sizin aktiv olmağınızı qabağını 100% belə deyim də boşluğa salacaq. Keçmişi gələcəyə doğru salmadığı müddətcə hər şey çox gözəl olacaq və özünüzün depressiv alanınızdan çıxmaq dolçalar bacaracaqsınız. Bircə dənə narahat edən problem bilirsiniz nədir? Mədədən aşağı qarın boşluğuna doğru dolça qadınların bəzi narahatçılıqların aktivləşməsidir. Bunlara fikir versəz ümumi 81%-ə qədər dolçalar həftənizi uğurlu edə bilərsiniz. Əkizlərə gələndə isə əkizlər bu həftə çox böyük yalanların, çox böyük xəyanətin, çox böyük yarı yolda qoymayın, sizə qarşı tülkülüklərin, sizə qarşı yarımçıqlıqların üstünü açacaqsınız. Yəni elə bir ki, bu həftə zaman deyəcək, o qədər yavaş irəliləyirəm ki, əkizlər bu zamanın hər saniyəsində, hər dəqiqəsində bir şey görün. Kim yalançıdır, kim sizi yarı yolda qoyur, kimi sizə qarşı adlı və hərəkətlər necə də hamısını analiz eləyəcəksiniz. Bu həftə bir qadınla əlaqədar əkizlər, qadın əkizlər, kişi əkizlər fərqi yoxdur. Bir qadın sizə bu həftə bir blok yaradacaq. Bir qadın bu həftə sizi düşüncə olaraq, danışıq olaraq zəiflədəcək, passivləşdirəcək. Sanki enerjinizi almağa çalışacaq, buna icazə vermirsiniz. Və bu həftə belə deyim də siz bacarırsınızsa güzgü effektini aktivləşdirməzsiniz. Necə baxırsan elə baxıram, necə hərəkət edirsən elə hərəkət edirəm. Nəyə əkirsən onu biçirsən kimi yanaşmalarınızı gücləndirəcəksiniz. Mən çox da bəyənmədim əkizlərin bu həftə dayanmağı. Çünki əkizlərdə bu həftə sevgi yoxdur. Özlərini sevmələri, özlərini önə çəkmələri yoxdur. Sadəcə elə bu həftə bir kaşanın, bir xaosun içərisində olacaqsınız ki, oradan zar-zor həftənin sonlarına doğru çıxmağa bacaracaqsınız. Ümumi dəyərləndirsə 68-69%-ə qədər əkizlər həftənizi uğurlu edə bilərsiniz. Yəni elə bir ki, müharibənin qalibi siz olacaqsınız, amma burada canınız da gedəcək, zamanınız da gedəcək, əkizlər, buna fikir verin.